Mən qız olsaydım haramı estetik elətdirərdim. İndi qoy görək, elətdirərdim. İndi baxır da genetikadan asılıdır. Balaca olsaydım, birazca necəmizi şişirtdirərdim da, indi dilqət cəlb eləmək üçün. Nağaraq mərkəzdə olmaq lazımdır. 5, ola bilər. Qoy görək sonra qılçalarıma. İnanmıram, mənim qılçalarım onsuz da belə normal qılçadır. İndi, yox, qılçalarımı elətdirməzdim. Qılçaları 9-a qoyuruq. Başqa görək nə var? Gözlərimi. Yox, Allahın verdiyi mənə gözü deməzdim. Özüm də eşək gözləyəm, qəşəkdir. 8, yaxşıdır, lazım deyil. Bu nədir? Atışmamış əlimə yapış ceyranım. Elətdirərdim ki, buraya elətdirsənsə oraya da elətdirmək lazımdır ki, indi bu proporsiyalar uyğunlaşsın dana. Nə bilim, 6-ya qoyaq da indi ondan 16 üstə. Qoy görək saçlarımı. Yox, mənim saçlarım çox gözəl olardı. Baxın uşaqlar, mənim qızlar elə məndən soruşurlar ki, sənin saçın şey nədir? Hansı kraski vurdusa, mən deyirəm şavalıtı. Elətdirməzdim, saçım gözəldir. Başqa qulağımı. Qulağıma da dəyməzdim 7 nicəməyə. Başqa nə var? Ayaqlarımı. Maksimum manikür, pedikür. Lakdan, makdan, zaddan vurdurardım, başqa heç nə. 4. Dişlərimi. Vinil çəkdirərdim bəlkə də gələcəkdə xarab olanda, yoxsa belə yox. 3. Kürəyimi. Nə olub ki mənim kürəyimə? Nə olub? Yəni gələcəkdə nə olur? Gələcəkdə olmasın. Yox, gələcək olmayır. Olsaydı, paralel evrəndə mən. 2. Birə nə düşəcək? Burnumu. Burnumu 100% qız olsam elətdirərdim. Biraz qaldırtdırardım burnumu. Birə düşdü özü.